Böyük xərçəng cərrahiyyəsi üçün vətəndaşlarımızın xaricə üz tutmasına ehtiyac qalmayıb. Son mərhələdə olan onkoloji xəstələrin ümidi hesab edilən HIPEC isidilmiş kimyaterapiya əməliyyatı artıq ölkəmizdə də həyata keçirilir. Bu unikal əməliyyat peşəkar komandanın iştirakı ilə ən son texniki avadanlıq və xaricdə təhsil almış mütəxəssislərin köməyi ilə həyata keçirilir. Əməliyyatı icra edən ümumi cərrahiyyə uzmanı Hacettepe Klinik Anatomiya Kafedrasının doktorantı Dr. Mahmud Mahmudov qeyd edir ki, bu əməliyyat sayəsində artıq bizdə də ən mürəkkəb xərçəng xəstələri şəfasını öz ölkəmizdə tapa biləcək. Əməliyyat nəticəsində xəstəmizin həm tamamilə sağalması, eyni zamanda var olan ömrünün də bir xeyli ağır xərçəngə rəğmən uzanması mümkündür. Bu əməliyyat üçün artıq vətəndaşlarımızın, insanlarımızın belə ağır bir əməliyyat üçün xaricə üz tutmalarına artıq ehtiyac qalmamaqdadır. Klinikamızda bu əməliyyatları başlamaqla bərabər belə kompleks, ağır və terminal dönəm xərçəng xəstələri üçün icra edilən əməliyyatların ölkəmizdə öncülü olmaq hər birimiz üçün sevinç mənbəyidir.